Salam, hər vaxtınız xeyir olsun. Dünənlərin belə bir sualla qarşılaşmışdım. Yoldaşlardan biri sual vermişdi ki, bəs burada görürsünüz rəqəmlərin sonunda, yəni vergüldən sonra iki rəqəm yoxdur da. Bunu necə edə bilərik ki, sadəcə iki rəqəmlə olsun, yəni yuvarlaqlaşdırmış olsun. Bunun bir neçə variantı var. Bunu sadəcə belə eləsək, məsəl üçün buranı yığışdırsaq, bu formatda eləsək, belə görmüş olacaq, bu yuvarlaqlaşdıracaq. Amma bu öz funksiyasını icra eləmir. Məsələn, görürsünüz, bunların total olaraq cəmi gəlir 1078-18. Belə bir yuvarlaq bir rəqəm çıxardır. Amma normalda biz onu elə birbaşa, bunlar bu cür rəqəmlər çoxaldıqca, kopyalayıb atanda, yəni bir rəqəmdən sonra böyük bir rəqəmə çıxır da, yəni manat, bir neçə manata gəlib çıxır. Ona görə belə bir funksiya var, round deyə bir funksiya var. Biz ondan istifadə edəcəyik ki, həmin o hissələr yəni yuvarlaqlaşmış olsun. Round funksiyası belədir. Buranı mən silim ki, ən yaxşısı belə bir şey olsun. Round funksiyası belədir. Bərabər yazırıq, round eləyirik və həmin o yuvarlaqlaşdırma məsələsinə gəlirik. Gəlib burada seçdik. Seçəndən sonra bizə iki rəqəm, yəni vergüldən sonraki iki rəqəmi seçmək istəyirsə, iki rəqəmini götürüb enter eləyəndə, burada bax görürsünüz, bir başqa bir problemlə qarşılaşır. Problem nədir? Gəlir arxasında sıfırları göstərir. Yəni bu, buradakı, yəni deyim də, sıfırdan sonra iki rəqəmin olmasının göstərməsi məsələsinin formatının burada da əks olunmasıdır. Bunun başqa bir həll yolu var. Burada da ardından vurulsun bir edəndə zaten olaraq həmin o funksiya öz işini burada görmüş olur. Gəlib bura kimi çəksək, görürsünüz həmin rəqəmdir. Yenə rəqəm olaraq belədir və gördünüz burada yuvarlaqlaşdırmış oldu. Bəlkə də eyni rəqəm idi. 1078-18 idi və indi əslində 18 deyildi də, yəni görürsünüz 17.5 belədir. Biz bunu belə açmışıq da, amma 18 olaraq bu işi görə bilir. Və bizim o yuvarlaqlaşdırma məsələmizi aradan qaldırmış olur və köməkli eləyir ki, buradakı rəqəmlə digər rəqəmlərimiz eyni olur. Bax, kopyaladım, atdım. Burada görürsünüz 1066, 066-dır, belə deyək. 1066 manat, 1000-də 66 qəpik kimi belə bir şey gedir. Amma indi qəpik də deyil də, belə deyim 0,66-dır, 6 qəpiyə qədər. Biz onu elədik, yuvarlaqlaşdırıq 7 qəpik. Və bu round funksiyasının dedim, həm özəlliyini, həm də ki, qısa dünənki suala cavablı olaraq videosunu çəkim sizlə paylaşım.